bərəkətli gecədə əyləşmişik. Əzəmətli, şərafətli saatları, dəqiqələri yaşayırıq. Mənəvi səmaların qapıları açıldığı anlardır. İnşallah ümid edirəm Allah bu anda dualarımızı qəbul eləyər. Biraz da ruhən də yaxınlaşaq Əhl-i Beytə tərəf, onlara tərəf və qəlbən üst tutaq Allahımıza. 2 gecə bu gecələrlə bağlı danışığım belə oldu. İnsan ilk öncə oyanmalıdır, ayılmalıdır. Əxlaq ustadları buna yəqzə deyir. Yəqzə kəlməsi. Deyirlər, tövbədən də öncəki mərhələdir yəqzə. İnsan gələk ilk öncə ayılsın, ilk öncə oyansın. Oyanmasa olmayacaq. Bəli, elə ki oyandı, ayıldı, bəzi mövzuları gələk diqqətində saxlasın. Geçən söhbətlərimizdə geniş mənada toxunduq. Bugün də inşallah xüsusi toxunacağım. İnsan diqqətlə yaşamalıdır, ömrünü pərakəndə keçirməməlidir. Gündəlik həyatını diqqətlə yaşaya bilən insan namazda da fikirlərini bir yerə cəm eləyə bilir. Əks təqdirdə alınmayacaq. Əks təqdirdə qeyri-mümkündür. Buna görə namazımız çox mühümdür, mənim qardaşlarım, mənim bacılarım. Namaz çox mühümdür. Namazınızla gözəl rəftar eləyin deyirlər. Namazınıza diqqət eləyin. Namazda istəyirsiniz diqqətiniz bir yerə cəm olsun, ömrünüzü diqqətlə keçirdin. Pərakəndə həyat yaşamayın deyirlər. Gündəlik pərakəndə həyat imkan vermir insanın fikirləri namazda cəm olsun. Namazımız yaxşı olsa ömrümüz bərəkətlənəcək. Hədisdə var, namazı vaxtında qılın. Allah ömrünüzə bərəkət verər. Ömrün bərəkəti o zaman gedir ki, namazda hüzur yoxdur, aramlıq yoxdur. İstəyirsinizsə bütün işlər səhmana düşsün, deyirlər namazınıza diqqət edin. İnsan bəzi vaxt tələsir, hətta belə namazda tələsir. Hara tələsir? Qaçım o işi görüm, bu işi görüm, o qalıb, bu qalıb. Namazı bitirir, bitirəndən sonra heç nə öz axarına da getmir. O namazdan uğurladığı 2 dəqiqə heç nəyi həll eləmir. Əgər insan namazın vaxtından uğurlayır ki, o birisi işlərim səhmana düşsün, o birisi işlər də səhmana düşmür, əksinə qarışmağa başlayır. Amma namazı diqqətlə qılsan, onun əvvəli də budur, oyanandan sonra insan ömrünü diqqətlə keçirsin, namaz insan ömrünə bərəkət verəcək. Ona görə deyirlər, tələsməyin namaz vaxtı, tələsməyin. Hətta insan tələsəndə mələikə deyir ki, tələsdiyin qapı haradır ki? Hara tələsirsən belə? O tələsdiyin qapı Allahın qapısından başqa bir ünvandır. Gəlmirsən onun qapısını döyəsən də, bütün işlərin də yekunda onun qapısını döymək üçün olmalıdır. Yaxşı, namaz da ora aparır da səni. Hara tələsirsən indi? Dəqiq bir dənə söz deyirəm sizə. İnşallah həyatınızda da bir baxarsınız məsələyə. Namazda diqqətinizi bir yerə cəm eləyə bilsəz, bu halət bütün ibadətlərinizə sirayət edəcək. Bir dənə yetər ki, namazda fikirlərini cəm eləyəsən. Onun da müqəddiməsini dedim. Bu səbəb olacaq ki, bütün ibadətlərə təsirin göstərəcək. Duava təsirin göstərəcək, zikirvə təsirin göstərəcək, orucva təsirin göstərəcək. Hər ibadətvə öz təsirini göstərəcək.
İlk öncə zehindən başlayın, zehni baxımdan özünüzü nəzarətdə saxlayın, diqqət edin. Yaxşı? Get-gedə bu zehnin diqqəti qəlbə süzüləcək. Bu zehin, bu ağıl qəlbi oyadacaq. Qəlbi silkələyəcək. Şükür Allaha ki, o günkü qəlb oyandı. Qəlb oyandı. Ağıl qəflət yuxusundan ayıldı, gəldi qəlbi oyatdı. Qəlb ki oyandı, bu halət davam eləsə, getdikcə elə bir duruma çatacaqsan ki, heç nə səni Allahdan ala bilməyəcək. Heç nə səni Allahdan yayındıra bilməyəcək. Ricalun la tulhihim ticarə və la bey ən zikrillah. Mənə bəzi bəndələrim var, heç nə onları məndən ala bilmir, məndən ayıra bilmir. Onlar məndəndirlər. Dünya, aləm bir ola, bir yerə yığışa, heç nə məndən ala bilməz onu. Heç nə. O elə bir nöqtəyə mərkəzləşib ki, heç nə onu özünə çəkə bilmir. Bu bir pillədə gedir qabağa, asısı qabağa gedir insan. Mən mərhələlər deyirəm sizə. Ömrünüzü diqqətlə keçirdin, səbəb olacaq namazınız Allahda, fikirləriniz namazda Allaha cəm olacaq. Ondan sonra bu sirayət edir ibadətlərə. Ondan sonra qəlbin oyanır, qəlbin ayıq-sayıq olur. Get-gedə nə olur? Bilirsən nə olur? Daha böyük zirvələrə yetişirsən. Allah artıq səni xüsusi diqqətində saxlamağa başlayır. Bu özü böyük dənə lütfdir. Allah səni özü xüsusi diqqətində saxlamağa başlayır. Nişanələrlə, işarələrlə sənə istiqamət verir. Biraz çıxan kimi haqq yoldan oradan itələyir. Bu tərəfdən yıxılanda oradan tutur. Bəzi ola bir nəfər görsən, bir yer otursa bir söz deyir, başqasına deyir. Görsən ki, sənə deyildi. O başqası ilə danışırdı amma. Deyirsən, Allah elə bu mənim istəyim idi ki. Bəzi o bir nəfər simasını görsən, bütün həyatını dəyişir. Yer, göy, təbiət, aləm, mülk, mələkut, fələk, mələk səndən danışır sanki. Allahın xüsusi diqqəti budur. Bütün aləm gözünü sənə tutur. Ki, sən neynəməyəsən? Həm özünüzü yığışdırasan, adam biləndə ki, onun baxırlar necə yığışdırır özünü, fikir versən. Necə diqqətlidir. Bilir, oradan baxırlar, buradan baxır, özünü yığışdırır. Səni elə bir yerə çatdırır Allah ki, bütün mülk, mələkut diqqəti səndədir. İnsan özünü yığışdırmağa başlayır, yaxşı mənada. Özü bezmir, ha. Bəzi vaxtlar insan elə yorulur axı, nə qədər adam özümü yığıb yığışdıracam. Yox, bu bezdirici olmur. İnsan zövq alır. İnsan zövq almağa başlayır. Sən onda həqiqətən yaşayırsan. O deyirləri filan kəs yaşayır. Və onu yaşayırsan. Onların dediyi yaşamaqdan söhbət getmir. Bəzilərinin fikrində yaşamaq bir fərqlidir. Yox. O sən ki deyirsən, o filan kəs yaşayır, onu dindirə bilsin, qəlbinin sirrini alsın, o deyəcək, mən yaşamıram, sən elə bilsən, mən yaşayıram, üzüm güdür. O sən sadəcə demir, nə var, nə yox. Sən elə bilsən, o yaşayır. Biraz onun qəlbi ilə danış, qəlbi deyəcək, boğuluram, sıxılıram, ölürəm, cəmaatın məndən xəbəri yoxdur. Sən elə bilirsən, o yaşayır. Amma sən deyirsən, filan kəs yaşayır, bəziləri doğrudan yaşayır. O ki, gəldin, düşdün bu mərhələyə. Özü, hamısı oyanışdan başladı da. 3 gecədə də mən bundan danışıram. Hamısı oyanışdan başladı. İntibah dillərdə, daxildə bir dənə oyanış. Silkələndin, qalxdın ayağa. Onda görsən ki, fərqlidir hər şey. Allah oradan, buradan insan anlayır. Bir dənə xəta edirsən, tez oradan vurur ki, bunu xəta eləmişsə, get düzəlt, maniyədir. Maniyədir. Maşında sürət oturanda görsən, kəməri taxmayanda oradan siqnal səsi gəlir. Kəməri tax, kəməri tax. Yəni, hər anda elə bir səhvlərin olan bir siqnal. Ehtiyatlı ol, bəşə, neyinirsən, hara gelirsən. Hətta xətanı eləyəndən sonra yenə də ayıldır. O bir nəfər deyirdi, mən namazımı verdim, sübh namazımı verdim, qəzaya çox sıxıldım. Bəzilər üçün bu dərd deyil, bəzilər üçün böyük bir dənə müsibətdir. Böyük bir dənə müsibətdir, sübhüm getdi qəzaya da.
Neçə gün fikirləşdim, cavabını tapmadım. Axırda oturdum, Allahla xüsusi danışdım. Dedim, ya Rəbbəl aləmin, sübh danışdım özə, qurban olaram sənə. O nə idi, mənə başa sal. Və fikir vermişdim, özü namazım gedəndən sonra biraz o qəzaya gedəndən sonra biraz da o deyildi vəziyyətim. Başqa ibadət də getdi bir dənə onun arxasıca. Tutdum ki, vəziyyət başqa istiqamətə gedir, deyir. Və bilə də bilmirəm. Otururam, fikirləşirəm, hansı günahımdır, neynəmişəm, görürəm, belə bir günah yadıma düşmür. Deyirəm, bəlkə bir günah, yenə də fikir görürəm, heç bir günah yadıma düşmür. Axırda oturdum belə bir küncüdə, bucaqda, dedim, sənə qurban olum. İlahi, bu nədir axı, nəsə bilirəm axı düz getmir də məndə. Nəsə düz getmir, mənə bir dənə işarə elə bunu. Deyir, heç günorta idi, günorta çatanda Allah işarə elədi mənə. İşarə elədi ki, filan əməlün. İşarə olmadı deyir, bir var işarə, bir də var elədi ki, şəffaf gördüm. Bir işarə nəyə deyirlər, orada tüstü görürsən, içində od var, düzdür? Tüstü oda işarədir də, bir də var odun özün görürsən. Mənə tüstünü yox, odun özün göstərdilər, deyir. Mən diqqətlə baxanda baxdım, gördüm ki, mən bir dənə iş görmüşəm, onu savab bilib eləmişəm, Allah bilib eləmişəm, niyyətim xoş olub, niyyətim Allah olub, ibadət bilmişəm. Sən demə, o ibadət deyilmiş, yaxşı iş deyilmiş, mən yaxşı bilmişəm. Odur mənim bütün qapılarımı bağlayan, Allah mənə onu işarə elədi. Bildim nə idi o deyir mövzu. Ondan sonra anladım ki, biz bəzi vaxtlar başımıza gələn müsibətləri günahlarımızda axtarırıq, amma bəzi başımıza gələn müsibətlər düz bilib etdiyimiz ibadətlərdir, əməllərdir. Zahirən elə bilmişik, yaxşı işdir. Biraz amma təftiş eləsən, görəcəksən ki, yaxşı işdir. Bir nəfəri nəsiyyət eləyib, Allaha xatir eləyib zahirən, amma 2-3 nəfərin yanında eləyib, onu da qəlbini sındırıb, oradan qapıları tamamən bağlayıb, ona nəsiyyəti o cür eləməməliydin sən. Oradan qapıları bağlanır. Mən anladım ki, başımıza gələn müsibətlərdə yalnız günahlarımızı təftiş yox, bəzi vaxtlar ibadətlərimizə də dönüş eləməliyik. İbadət bilib etdiyimiz əməllərə də bir baxmalıyıq ki, bəlkə sən deməcə o ibadət deyilmiş. Yəhsəbuhu zəmaanu ma'an. Elə bilirmiş suymuş, yaxınlaşanda gördü ilğım imiş. Ona görə bir nəfər alim deyirmiş, xütbədə deyirmiş özü minbərdə, neçə min adam yığışmış, dedi, cəmaat hamınız gəlmişsiniz bugün günahlarınızdan tövbə eləməyə, amma mən gəlmişəm ibadətlərimdən tövbə eləməyə. Gəlmişəm o ibadətlərdən tövbə eləməyə ki, ilahi, onlar sənə layiq olmayıb. Bir mənası da budur. İlahi, o əməllər ki, etmişəm, yaxşı bilmişəm, etmişəm, onlardan tövbə eləməyə gəlmişəm. İlahi, gəlmişəm ibadətimə görə ki, bu ibadət hara, sən hara, bağışda sənə layiq olacaq şəkildə eləməmişəm. Nəsib elə ləyaqətli şəkildə eləyim. Zaten nə qədər də qaldırdın o deyil. Amma bu halət ki var, bu halət gözəl halətdir. İnsan bunu anlayır ki, mən neynəsəm də ona layiq deyil. Bəli, insan ucalır, haralara qalxır. Amma unutmayın, hardan ucalırsınız, hara qədər ucalsınız da belə fərq etməz. Hardan ucaldınız, hara qədər ucaldınız fərq etməz. Başlanğıc nöqtə oyanışdır. O olmasa ucalmaqdan söhbət eləməyin. Həyatda da ucalmaq üçün fürsətlər var. Fürsətləri dəyərləndirək. Fürsətlərin müsbət tərəfi var. Müsbət tərəfi nədir? Biz ayırırıq. Bir dənə də mənfi tərəfi var. Demək olarsa əgər mənfidir. Mənfi tərəfi nədir? Mənfi tərəfi budur ki, fürsətlər adətən səni məni gözləmir. Gözdə gəlirəm deyə, gözləmirəm, mən getdim. Gözdə gəlirəm, çatıram, yox, indi. Fürsətin bəzi vaxtlar mənfi tərəfi budur, gözləmir də, deyir, gəlirsən, gəl. Gəlmirsən, karvan getdi. Karvan gedir. Bu boyda karvanı sənə görə saxlayan deyirlər. Övliyaların, ənbiyaların, salihlərin, siddiqlərin, mələikənin karvanını sənə görə saxlamayacaqlar. Gəl, özünü çatdır ora. Sən aeroporta bir dənə sənə görə saxlamayacaqlar ki, təyyarəni, düzdür. Vaxtında gəl. Hətta sən vaxtında yox, 2 saat qabaq geyirsən.
Vaxtında gəlib bu gecə üçün hazırlaşasan və vaxtında bu gecənin qədrini biləsən. Ona görə Həzrət Zəhra salamullahi aleyhə gündüz balalarını oyaq saxlayır ki, axşam neynəsinlər? Qədri saxlasınlar. Əvvəldən hazırlıq. Həm əvvəldən hazırlaşmalısan, o fürsəti dəyərləndirməlisən. Başqa yolu yoxdur. Bir şəxs idi, tarixdə adı da var, onun Trimmah deyirlər adı, İmam Hüseynin vaxtında idi, gəldi. İmam Hüseyin Kərbəlaya gəlirdi, o da gəldi, yolda, yarı yolda 4-5 nəfər idi, bunlar da gəldi, qoşuldu, çatdı İmam Hüseyinlə görüşdü. İmam Hüseyin Küfədəki vəziyyəti soruşdu, çünki onlar Küfədən gəlib bir təhər qovuşdular, qoşuldular İmam Hüseyinə. Dedi, orada vəziyyət necədir? Dedi, sənin nümayəndəvi şəhid eləyiblər, başladı danışmadı. İmam Hüseyin ağladı. Ağladı, dedi, minəl mü'mininə ricalun sadaqu ma ahadullahi aleyh. فَمِنْهُمْ مَنْ قَزَى نَحْبَهِ وَمِنْهُمْ مَنْ يَنْتَصِرْ وَمِنْهُمْ مَنْ قَزَى نَحْبَهِ وَمِنْهُمْ مَنْ يَنْتَزِرْ. Ağladı, gözyaşı tökdü. Dedi, bəzi insanlar var, əhədlərinə vəfa elədilər. Getdilər artıq ora. Bəziləri qalıb o günü gözləyir. Olursun, əlin qaldı. Allahum icmə' beynəna və beynəhum. İlahi, bizi bir-birimizə qovuşdur. Onları bizə, bizi onlara qovuşdur. O şəxs ki, oradaydı, o 5 nəfərdən biridir. Onlar mənə icazə verirsən, mən bir dənə gedim Küfəyə, zaten qoşuldum sizə. Biraz evə, ailəyə avzuq aparmalıyam. Bir-iki dənə də işlərim var, onları həll edim, qayıdıram. Qayıdıram Kərbəlaya. İmam belə baxdı, dedi ki, gedirsən, get. Amma birdən gördüm, vaxt olmadı ya, çatmadın ha. Dedi, yox, çatdıraram özümü. Getdi. Getdi, qaydanda gəldi, gördü şəhidlər yerlərdədir. Bir ömür özünü qınadı. Aşura səni gözləmir, Aşuraya özü çatdır. Təvvabin gördün. Təvvabin də şəhid oldu. Amma Hüseynin yanındakılara yox, yanında yox. Dualarda da var, ziyarət Aşurada. Allahumma ləkəl həmdu, həmdə şakirinə ləkə alə musabihim. Orada bir söz var, deyir, o kəslər ki, həllət bifinaik, canlarını verdilər sənin gözündə, yəni qabağında, sənin yanında, sənin yanında şəhid oldular. Anında şəhid oldular, vaxtında şəhid oldular, fürsəti dəyərləndirdilər. Təvvabin gecikdi. Aşura başa saldı ki, mən gözləmirəm. Çatdırırsan sözü çatdır. Qədir də bu gecə də fürsətdir. O səni məni gözləyən deyil, gedir. Neçə saatun qalıb, gedir. Qoşuldun da qoşuldun. Gəldin, daxil oldun karvana, xoş gəldin. Səfa gətirdin. Hardaydın vaxtaycan. Bağışla gecikmişəm, o bu, eybiyoda gəldin. Qoşul. Qoşul karvana. Məsələ budur. Ay gələn qədir, siz Allah, sizə and verirəm Allaha, keçən qədirdən bu qədirə qədər nə qədər insanlar dünyasını dəyişdi. Cavandan tutmuş yaşlıya qədər. Hə? Yoxdular. Bu qədir hansı qədirdir? Son qədirimizdir? Yoxsa yenə nəsib olacaq? Nə sən bilirsən, nə mən bilirəm. Razısan? Fürsəti dəyərləndir. Fürsətlər səni məni gözləmir. Allah ayıltdı bu gecə. Quranda bir ayə var, deyir, Sümmə tabə aleyhim liyətubu. Allah dönüş elədi bəzilərinə ki, onlar qayıtsın Allaha tərəf. Allah baxdı ki, onlar baxsın. Bu qədir gecəsi mən deyə bilərəm dəqiqliylə sizə. Tabə, Allah bir dönüş elədi bizə tərəf ki, biz qayıdaq ona tərəf. O yan bir yana yoxdur. Elə ki, oyandın, 3 dənə mühüm məsələ var ki, onu diqqətində saxlayacaqsan. Bugün ümumi anlamda dedim, bugün yığıram siz üçün bir yerə. Buyururlar, ustadlar, ariflər, deyir, 3 dənə məsələdir ki, onu diqqətində saxlamasan. Bu üçlük elə oyanmağın özüdür. Üçlük oyanmağın özüdür. Biri nədir? Biri neymətləri görməkdir. Deyər ki, belə
Allahın verdiyi nemətləri xatırlayasınız. Yəni, indi keçirdəsiniz gözünüzdən. Neyməti görə-görə neymət verəni də görmək. Bəzi vaxt neyməti görürük, neymət verəni görmürük. Əmmə bi ni'məti rabbikə fəhaddis. Quran buyurur, Rəbbivin neymətindən söhbət aç ki, demir neymətdən söhbət aç, Rəbbivin neymətindən söhbət aç. Yəni, neyməti görüb, Rəbbi unutma. Neymət sənlə Rəbb arasında hicab olmasın, pərdə olmasın, gözlərini kör eləməsin, gözlərini açsın, Rəbbi görginən. Hər neymət sənə sanki bir məktubdur. Allahın eşq məktubudur ki, mən sənə çox sevirəm. O eşq məktubu o neymətin özündən artıqdır. Neyməti baxmaq, neyməti verəni görməmək sanki ruhsuz bədənlərə tamaşa eləməkdir. İnsan nə qədər siması gözəl də olsa, canın ki verdi, rəngi saraldı. Cansız bədəndir, düzdür? Neyməti görüb, neymət verməyəni görməmək sanki cansız bədənə tamaşa eləməkdir, cansız bədənə. Amma neymətə o can verən neymət verəndir, o Allahdır. Onu gör. İmkan olsa o neymətdən qabaq da onu gör. Neymətlə də onu gör, neymətdən sonra da onu gör. Çünki o gedəcək və mə indəkum yənfəd və mə indəllahi baq. Qalan odur. Ola bilər əlindəki neymət bu getdi, amma o verən, münaim, o həmişə baqidir. Neymətlərə diqqətlə bax. Bir dənə sənə bir cümlə deyirəm. Bütün neymətlər səndən danışır. Hamısı səndən danışır. Mənlə necə davran, sanki. Kəş bu Allah açaydı bizim qəlbimizi, o səsləri eşidə biləydik. Sanki bəzi neymətlər deyir ki, sən bizi neynəmədin, haqqımızı əda eləmədin, haqqımızı əda eləmədin. Mən oxumuşam hədisdə namaz deyər ki, üzümüzü qara elədin. Bu nə namazlı qıldın? Allah üzünü qara eləsin. Hər neymət danışır insandan. Amma yığson olan hamısının sözünü bir cümlədə yığmaq istəsən, bir cümlə ilə ifadə eləmək istəsən, bütün neymətlərin sözünü, neymətlər boldur da, düzdür. Əzhərə niyəməhu zahirətən və batinə, zahir, aşkar neymətlər, gizli neymətlər, intəuddu neymətəllah fəla tusuha, saysız say qutarar, onlar qutarmaz. Bütün neymətlərin səsinə qulaq asmaq istəsən, hamısının bir dənə müştərək cümləsi var, o da budur. Yekun söz budur. Biz gəlmişik, mən gəlmişəm, sənə vəsilə olum ki, sən Rəbbivə tərəf gedəsən. Mən gəlmişəm, səni Rəbbivə çatdırım, qutardı getdi. Neymətlə Rəbbə yaxınlaşa bilirsənsə, həqiqi şükür odur. Yox, yox. Yox, yox. Birinci budur. Oyanış üçün diqqətdə olunmalı mövzu. Oyandığın ya oyanmamışdan öncə hər halda oyanışın 3 dənə sütunu var. Biri budur. Bu diqqətdə saxlamalısan neymətləri. İkinci nədir? Ömrün dəyəri. Ömrünün dəyəri. Ömrün haqqında fikirləş. Qoca cavan fərq eləməz. Maşallah da gedir ömrümüzdə. İldən elə gəlir, keçir ki. Bərəkətli günlər də gedir. Bugün fikirləşirdim artıq, gör neçə gün az qaldı Ramazanımıza. Həyif bu aydan. Həyif ki, asasa bizi tərk edir. Bizən elə bil hansı ərəfələr oxşayır, o bir nəfəri çox istəyirsən, görürsən o saata baxır, nə bilim, durur, oturur, deyir, sənlə getmək istəyirsən. Deyir, həndə, deyir, bəlkə biraz oturasan. Elə bir bu ay, elə belə vəziyyətdə də. Çoxu gedib, elə bir astısı getmək istəyir. Təki bizdən razı olsun. Bizdən narazı olmasın bu ay. Vay canlıdır da. Vay. Bizdən kaş razı olaydı, deyəydi. Çox sağ ol. Çox sağ ol. Özü qonaq kimi apara bildin. Ədəbli oldun. Gedir də bu ay.
Yaşlılar da otursun, ömrü haqqında düşünsün. Cavanlar da düşünsün. Mən Şeyx Səduqun Əmali kitabında gördüm. Şeyx Səduq da böyük şəxsiyyətlərdən biridir də. İmam Zamanın duası ilə dünyaya gəlib. Atası xəbər göndərmişdi imama. Belə bir şəxsiyyət. Onun bir kitabı var, Əmali. Orada oxudum bunu, bu hədisi. Deyib ki, qoca idi, gəldi, Peyğəmbərlə görüşdü, yaş daşmışdı. Adı Şeybədir, gəldi, yaxınlaşdı. Ya Rasulallah, mən daha əvvəlki vaxtlar kimi namazı, orucu o cür də, məsələn, müstəhəbbi namazlarda qıla bilmirəm, uzada bilmirəm. Hatta artıq o cür deyiləm də, əvvəlki vaxtlarım getdi. Bir vaxt olacaq bizdə elə olacağa, indi o enerjili vaxtlarımızda elə bilir, elə belə də gedəcək, belə getməyəcək. Ya Rasulallah, sənə bir dənə qurban olum, mənə bir dənə elə bir ibadət dilən, elə bir söz dilən ki, bu qədər ki, çox ibadət eləmirəm, o əvəzləsin də. Peyğəmbər bir dənə dedi bu cümlələri. Bir də danışdı. 3 dəfə danışdı, mən baxdım. Danışanız o Peyğəmbər dedi ki, ey qoca, ey ağsaqqal, dedi, bəli. Dedi, ətrafında olan daş, kəsək, ağac, hamı sənin bu halı bağladı. Görünən bu da səmimi deyirmiş. Səmimiyyət yeri dağladar, göyü dağladar. Səmimi danışırmış. Ondan sonra dedi ki, sənə bir söz deyim, dedi, buyur. Dedi, hər gün sübh namazından sonra 10 dəfə bu zikri dinən. Dedi, nə zikirdir o? Subhanallah əl-azim və bihamdih və la havlə və la quvvətə illa billahil aliyyil azim. Sübh azanından sonra 10 dəfə bu zikridir. Əgər bu zikridirsən, inşallah Allah sənin ömrünün son günlərində o xəstəliklərdən qoruyar. Dəli kimi dəli olmazsan, ağlın başında gedər. Saydı bir neçədən şey. O cürlə inşallah dünyavı deyişərsən. Qoca qayıtdı ki, ya Rasulallah, dedi, bəli, dedi, bu dünyam, ahirətim üçün də bir sözdür. Ona görə səmimi kişiymiş, bu kimdirsə. Peyğəmbər baxdı, yox, bu elə dayanmır. Ondan sonra bir zikirdə dedi ki, o zikir biraz böyüydü, saxladım. O zikir böyüydü. Ağsaqqallar xəbər göndərsə, birdən yazıb göndərirəm, müşkül yoxdur. O çıxdı, çıxandan sonra Peyğəmbər səhabələrinə dedi, buna əməl eləsə, cənnətin 8 qapısı hamısı açılacaq o üzünə. Hamısı açılacaq o üzünə. O halda da gəlib ömrünün dəyərini bilir. Nə olsun qocalmışam deyir. O qocalığımı daha keyfiyyətlə necə keçirdə biləm, onu dərd eləyib özünə. Yox, o insanlar ki, dərd eləməyib, ölüm meleği gəldi. Bir dənə ayə deyirəm, can üstündə olanda, deyər, Rabbi irciuni, Allah mənə geri qaytararsan, indi nə sən eşidirsən onu, nə mən eşidirəm, o ruhu deyir. Ruhu deyir. Necə insan yatanda, yuxuda görürsən, öz yuxuda bəzi hadisələri görür. Mesela orada həm söhbət olur yuxuda kimlərlənsə, danışır yuxuda kimlərlənsə, yanındakı görmür ki, onun gördüklərini, yanındakı eşitmir ki, onun o həm söhbətini. O durandan sonra danışır da, mən yuxuda filan yerə getmişdim, filan kəslə danışırdım. Buradan qopub o aləmdə danışır da. İnsanın can üstə düşəndə, bax, bir dənə elə bir aləm açılır. Başlayır orada danışmağa, sənin mənim xəbərim yoxdur. Çətin anlardır. Bəzi vaxtlar bu dünyada o bədəninə də sirayət edir. Görürsən, bir nöqtəyə baxır, nəsə demək istəyir, hərəkət edir, tərpənir. Onu o an danışdıra bilsən, nələr danışar. Bir dənə moizə eləyər sənə ki, 70 il xətibin elədiyi xütbədən üstün olar. Görür, danışır. Görür, danışır. Orada da ki, qayda, Rabbirciuni, Allah məni geri qaytar, Allahdan səda gələr. Nə üçün istəyirsən? Ləalli ə'məl salihən, gedim salih işlər görüm, fima tərəkt. Keçmişimdə o boş qoyduğum işlər ki var, etməmişəm, gedim olanı eləyim, bərpa eləyim. Hələ mən buraya can deyim, gedim salih əməllər eləyim. Cavab gəlir, kəllə innəha kəlimətun huvə qailuha. 3 dənə təfsir deyiblər bu söz haqqında. Kəlla innəha kəlimətun huvə qailuha.
danışır da, eləyən deyir bu. Danışır da, söhbət də eləyir, çətinliyə düşüb deyənə deyir, mənə qaytar, düzələcəm. O qədər dünyada çətinliyə düşdü ki, dedi, qaytar məni, bu çətinlikdən çıxart məni, düzələcəm, düzəlməyim, mən bunu tanıyıram da. O qədər mənə vəd verib ki, bu. Qutardı. Nə qədər deyib qutardı. İndi də həmən adamdır. Mən bunu qaytarım, həmən adamdır. Bu bir izah. 2. Kəlla innəhə kəlimətun huvə qailuha. Sözdür də deyir, kimdir onu qaytarana geriyə. Sanki Allah mələkləri deyir. Bu sözünə kimdir əməl eləyən? Hərdən olur, uşaq gəlir deyir, bunu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm. Ata cavab vermir. Ana deyir, alacaqsa deyir, söz də deyir. Kim deyir, Allah ona, bu danışsın. Allah sanki mələkə deyir, sözdür də deyir. Kim deyir, bunu dediyini əməl eləyən. Qoy otursun. 3. Təfsir. Kəlla innəhə kəlimətun huvə qailuha. Gör kim danışır, Gör kim danışır. Bu danışır. Dünyada istehza eləyirdi. Adam olar, namaz qılmaz, oruç tutmaz demirəm, amma tutmasın, qılmasın. Amma dahi namaz qılanı, oruç tutanı istehza eləməz. Nə ələ salırsan? Başına Quran qoyub ələ salırsan. Nə ələ salırsan? Niyə ələ salırsan? Nədir sənin canvun dərdi? Hə? Allah deyir, gör kim danışır? Dünən istehza eləyirdi, indi deyir, mənə qaytar geriyə. Getdi. Nə üçün qayıtmaq istəyirsən? Fima tərəktu. Tərk elədiyim pullar var, onları xərcləyim Allahın yolunda. Mən görmüşəm bəzi insanları, hərdən baxmışam, ilahə vərəb, bu doğrudan ayılmadı. Doğrudan ayılmadı. Dostunun cənazəsi üstünə getdi, ayılmadı. Bundan imkanlı olan qəbrin üstünə getdi, ayılmadı. Milyonları öldü bunun gözün qabağında, ayılmadı ki, ayılmadı. Bu özünə yığır, hələ işi yığmaqdır. Qoyub geyəcək. Orada deyir ki, canı sizə, qaytar məni geriyə, mən neyniyim? Gedim, onları xərcləyim Allahın yolunda. Sərf edə bilim düzgün yollara. Ya da budur deyirlər, fima tərəkdu. Bəzi əməllər ki, tərk eləmişəm, ya Rəbbəl aləmin, qayıdım onları bərpa edeyim. Qayıdım onları bərpa edeyim. 2 budur. 2 bu. Bunlar praktiki danışıram. Ümid edirəm ki, əməl eləyərik bu gecənin mühüm mövzularıdır da. 2 budur, ömrünüzə diqqət. 1-ci dedim sizə, neymətlər. 3-cü də budur, günahlarını mütaliə eləmək deyirlər. Hətta ariflər deyir, günahlarını mütaliə elə. Mütaliə elə. Çalış, bu oyanış müvəqqəti olmasın, mütaliə elə özü. Ayıl deyir. Nə mənada? Günahların haqqında bu gecə gətir zeyni və gör nələr eləmirsən bu gün necə. Hədisdə var, Allah bir nəvənin yaxşılığını istəsə, günahlarını xatırladar. Allah bir nəvənin xeyrini istəsə, günahlarını xatırladar. Əgər bir günahlarımız yadımıza düşürsə, deməli, nəsə bizə xeyir vermək istəyir, bərəkət vermək istəyir. Mən bir hədis çıxdı qabağıma, deyir, mələklər insanın günahlarını götürüb aparır Allahın dərgahına, aparanda Allahın dərgahında ondan öncə gətirdiyi günahları görmür. Gedirlər səcdəyə, ya Rəbbəl aləm, bəs onlar hanı? Biz onları gətirmişdik. Allahdan cavab gəlir, mələikə. Düzdə etmişdilər, sən də gətirmişdin, söz onda deyil. Amma peşman oldular, sızıldadılar, gözyaşı tökdülər, qəlbləri sındı və mən sildim, daha yoxdur. Mən sildim, siz də yaddan çıxardım da, yəni, da bitdi. Ənə əkrəmul əkrəmin. Mən kərim Allahım. Bir dənə də bu gecə üçün hədis deyim. Mən əhya leylətəl qədrğufrət ləhu zunubuh. Allah bütün günahlarını bağışlayar. Bu gecə əhya saxlasız. Ələl-xüsus bu gecə. Ələl-xüsus bu gecə. Bu gecənin qədrini bilmək. Bəli. Diqqətsiz bu mövzular olsun. Günahları mütaliə eləmək. Üstəgəl neymətlər, ömür.
Çəkin diqqətinizi ora. Bu mövzulardan yayındırmayın. Gün ərzində bunlar haqqında düşünün. Vaxt ayırın özünüzə. Yoxsa əks təqdirdə insan qəflət çuxuruna düşəcək. Olacaq qafil. Qəflət aparacaq onu. İnsan gəlib bu gecə otursun, mənfilərini də baxsın. Hatta insanda bir xüsusiyyət var. Yalnız müsbətlərini eşitmək istəyir, müsbətlərini görmək istəyir. Mənfilərini yox. Amma mənfilərini görməsən, get-gedə o müsbət əməllərin də azalacaq, onlar da bitəcək, tükənəcək, onların da üstündən xətt çəkiləcək. Xarab eləyəcək o mənfilər onu. Qəflətdən müğayət ol.